Bu fərqli məkan muzey deyil, həm yerlimizin şəxsi kolleksiyasıdır. Burada dünyanın müxtəlif ölkələrindən fərqli heyvan nümunələri saxlanılır. Kolleksiyanın hər nümunəsi cəngəlliklərin ruhunu hiss etdirir. Bura 25 ildir peşəkarovla məşğul olan Faiq Babanlının evidir. Dünya muzeylərində, London muzeyində bu keyfiyyətli bir şeylər ancaq Azərbaycandadır. Bizim ovladığımız heyvanların hamısı dövlət səviyyəsində lisenz olaraq bir-bir vurulur. Hər bir ovlanan heyvan yaxşı keçmiş heyvanlardır. Kolleksiyada gördüyümüz bütün nümunələr dünyaca məşhur virtuoz taksidermistlər tərəfindən uzun müddətli çalışma əsasında ərsəyə gəlib. İki ilə bu hər şey gəlir, məsəl üçün. Bu bir dənə dəridən əmələ gəlir. Bunun içində maniken var, məsəl üçün də, və bunun üstündə heykəltaraş olaraq o virtuozlar işləyirlər, bax, əzələlərinə qədər. Müsahibim deyir ki, ov təbiətin ayrılmaz hissəsi və qızıl balansıdır. Ovlanan heyvanları eksponata çevirmək isə hər ovçunun maraq dairəsində deyil. Ovun hesabına heyvan yaşayır. Ovçu olmasa dünyada heyvan yaşamağı mümkün deyil. Bütün mən dünyanın incilərini gətirirəm Azərbaycana. Bura cəngəllik, necə deyirlər, bu evdə diri enerji yaşayır. Faiq Babanlı bizi öz qartalı ilə də tanış etdi. Güc budur. Bu, məsəl üçün, canavarı, tülkünü tuta bilən bir qızıl qartal deyirlər buna, Gold Eagle. Bunun başını sizin üçün açacağım. Nigar Babayeva, Zaur Haşimov, Telesər.